Bəsdir. Qoy hamı bilsin də. Niyə hamı bilməli də? Ay mən istəyirəm ki, hamı bilsin. Bax siz hamı. Ama cidden sala. Ama en sala, şirsiz alasın. Kemal, elə bilircə səni tapa bilməyəcəyik. Allah sen kim sana kimle sana tabi. Təyyarədən düşəndən səni izləyirik. Bir dəqiqə dayanın, siz onu niyə tutmusunuz? Günahı nədir onun? Günahı sevməkdir. Sevmək? Reyhan. Da Vinci'nin anası Dülgər, atası motorist olub. Yox, səhv deyib. Da Vinci'nin anası motorist olub, atası Dülgər olub. Deyirəm də anası nəsə Dülgər düz gəlmədi. Einstein'in atası taksi şoförü olub, anası zəli qoyulmuş qonşulara. Jack London'un anası da, atası da bankda işləyiblər və xoşbəxt olublar. Biz niyə xoşbəxt olmayaq? Mənimlə evlənərsən? Dur ayağa, dur. Atam otur. Durma. Onsuz da mən sənin haqqalıyla otuzduracaqdım. Bir dəqiqə deyələ, sən mənim seriozuma evliliyi təklif edirsən? Mən sənin səviyyəyə düşmək üçün gərək oxuduğum kitabları unudum, sənin səviyyəyə düşüm. Amma düşməyəcəm. Mən olsa səni elə bir günə qoyacaqdım ki, sənin o ayağının altında kitab zad qoyacaqdılar ki, yıxılmayasan. O karabatın altına qoyurlar, bax onlardan. Şirin, yenə nə istəyirsən? Bizim evlənməməyimizə səbəb nə idi o rus qız, düzdür? Bax, boşandım. Bu da sənəd, boşanma sənədi. Dedim, elədim. Allah bu da la. Allah bu ne sənlədir? Bu kasetli magnetofon şeydi ya la. Pasportu diye bu kasetli diskli kırmızı reyde. İki salam ne da la? Gel la. Boşanma sənədi zat. Ay, Yapon düyüsü. Nə danışsan sən? Necə ala bu? Allah dedi ya la hiç kasetli de. Kırmızı reyde. Şirin, sən məni nə hesab eləyirsən? Yəni mən magnetofon kitabçası ilə boşanma kağızını bir-birindən ayırmayacaq qədər cahiləm. Ay, yox, seriozum, qurban olum. Bir dəqiqə deyəm, mən sənin başlarımda. Seriozum, o Rus arvad yox. Rus arvad yox, həyat yoldaşın. Ay da seriozum, izah edeyim də sən. Yox, heç nə demə. Kemal, gedək. Dedi varikozum. Bu qağayıya bax hala, gör kimlərin əlində qalmışıq. Ayda. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları. Yiyin. Nuş olsun. Mətiş, Hə, kafeyə nə vaxt açırsan? bu zəhərlənən adamların 40-ı sağalıb, ikisi yox. Qoy ikisi də sağalsın, şikayətlərini geri götürsünlər. İnşallah sonra açacağam. Bax, sizə deyirəm, birdən gələrlər buranı yoxlamağa, görsələr ki, evdə kafe işlədirəm, məni cərimələyərlər. Soruşan olsa, deyərsiniz ki, bacımdır. Yəni mən. Sənə bacı deməliyik. Hə, nə olar ki, bacı deyəndə? Bu. Cərimə nə qədərdir? Çox, 500 manat. Eybi yox, cərimə ödəyərik. İmkan ver yeməyimizi ye, burnumuzdan gətirmə. Bir dənə söyün bir dəqiqə yaxşı. İri şəhərlərin kanalizasiya idarəsi. Buyurun. Rasimin birinci saxladığı arvadın adı nədir? Lap yaxşı, özümüzünkisən. Nə istəyirdin? Küftə? Neçə dənə? 2 dənə. Yaxşı. Bəs yanında nə olsun? Baş üstə, bu dəqiqə göndərirəm. Əl oldu. İbiş, motosikletlə getdin və yeməklər verdin. Motosikleti harada saxladın? Ana motosiklet, ay maçkalı qadınım. Ayaqlarıma nə gəlibdi mənim? Bizim üçün çöl də bayır kimidir. Getdim tez bazar qaça verdim, gəldim. Bəs boş qadın o birisi hanı? O birisini yemək yeyirdi. Dedim, yi rahat gəlib götürərəm, onu da götürəcəm, narahat olma. Bəs bu nədir? Klient yemək yedi. Dedim, boş qabı bər elə. De gördüm, içi boş qaytar. Dedim, boş qabı niyə içi boş qaytarsan? Başa düşmədim. Hörmət qoy, hörmət gör. Belə də məşğul.
Bay Matiş kafe. 3 kasa küftə gətirim. Mən başa düşmədim. Mən sən evindən çölə çıxa bilmirsən. Gəl otur kafedə yedənə borcum var mənimsə. Eybiş başqa oğlandı. Eybişin əlinin altında bir dəqiqə adamları var. Biz nəsənə? Əlimin altında deyilsən. Yo, görmürsən qabağında yox. Temmoli qabağımdan yeyirsiniz. Matiş, bu hörmətsizlik edir ha. Qaqa, mən hörməti birinci prop kimi qoyuram. Sonra düşürsə dalişi qoyuram. Ha, nə deyirsən ha sən? Əlimə aşağısı. Başını pajov dirətdir. Ala bir dəqiqə saxlayın ala. Hey, nə oldu bana? Bura yeməyə gəlmişsiniz, yoxsa davadalaşa gəlmişsiniz? Bu bursa lampa başa bax. Dava çıxın bayra ala. Çıxar bula bayra. Çıxın da var. Özün də. Mən Ala dava sən də. Qışqırıqlarına bax elə. İstəmə də. Necə istəməyim? Bilsən nə olub mama? Nə olub? Bu Natasha qol çəkdi ya dokument. Hə. Bilsən nəyin kağızı idi o? Yox. Magnetofon kağızı idi, onun kitabçası idi. Hayda, mama indi biz nə edəcəyik? Heç nə. Çarəmiz yoxdur. Yenidən Oqtaygilə elçi gedəcəyik. Hala yox amma mən bu Rus qızdan boşanmamış, təzən evlənmərəm heç yenə Reyhanla. Reyhan mən evlənən deyil. Bu Reyhan da qəribədir. Sənə niyə inanmır mən bilmirəm. Ay oğlum, getdiyimiz elçilikdən Reyhanın xəbəri olmayacaq. Oqtayla danışacaq. Oqtayı razı salaq, o hə desin. Biz də arxayın olaq ki, o oğlandır, kimdir adını bilmirəm. Ona yox deyəcək. Özümüzü sığortalayaq da Jennifer Lopez kimi. Mama sən Jennifer Lopez hardan tanıyırsan? Qulaq as, sən də Oqtayla o söhbət həll elə. Mən də o qaqaşı tapım, həyatı başı salım onunla. Ha kardeş. Ha. Selamünaleyküm. Kardeş ben burada bir ev var. Evin hasarından həyətə salarsan açarı bitirmişəm. Ay az işte. Bunlar mecburdusan açar vitrine kadar içirsən. Yox, mən içməmişəm. Açarımı doğrudan itirmişəm. Tanıyıram sen kimilər. Çıx get də, mənim işim var, gücüm var. Gel buradan. Gel. Bu gəlib pulu nədirsə pulunu verirəm da. Ha bilsən nə var? Mən bu traktorla günə 300 manatdan çox pul qazanan adamım. Burada da saat hesabı işləyirəm. Sən mənə nə pul verirsən ki, mən işimi gücümü atdım, gedim səni ora. Özü də bomşa oxşayır. Allah bir kimin həyatına oğurluğa girmək istəyir. Get buradan, nə qədər polis çağırmamış. Get, davay, getdin. Vay Oqtay, Oqtay. Gör nə günlərə qaldın sən. Ay sən bu günlərə düşəsi adamıydın Oqtay. Ey Xəlil, sən bu günlərə düşəsi adamıydın. Sən bu günlərin elə adamısan. Sən özünü tanıyırsan, bilirsən Oqtay. İndi bax gör ona nə tərs çıxır. Tiyala, bu öz ayağı ilə ölümə gəlib. Hə, atam, sən bugün mənə lazım olacaqsan. Ha, sən şir ürəyi yemisən, gəlmisən bura. Hə? Ha, Çukur serialını buradan götürdülər, bizim məhəllədən götürüblər. Bu məhəllə adım səndə də Lattok. Bu dəqiqə fit salasan millət tökülüşəcək burada, ya. Sən ələsən. Zəhirmar, imkan ver yataq da. Anamdan at çəkmişə, indi də səndən çəkir. Gedib o fiti evində çalarsın. Gir içəri az. Buna bax. Bunlar səninlə də öldü. Çıxdılar, getdilər ki. Arkadaş, mən səninlə dava eləməyə gəlməmişəm. Mən ümumiyyətlə təbiətimdə dava eləmək yoxdur. Gəldim sənə deyim ki, Reyhandan uzaq dur. Deyələ, Reyhandan uzaqdır. Allah, mən çox appas adamam. O dillərə qaşınmayan yerdən qan çıxartma. Həmin o qaşınmayan yerin mənlə.
Nə oldu atam? Kutkabız oynayırsan, davaya hazırlaşsan mənə. Ay qardaş, mən səninlə dava eləmək üçün, ya da söhbət eləmək üçün gərək sənin səviyyəyə enim. Sənin səviyyəndə yerin nüvə qatıdır. Orada yaxınlaşdıqca isti olur. Başa düşürsən? Ay gündəlikdə içini 5 eləyən bir savad. Kimə deyirsən savadsız? Atam vaxtı mənə dedi ki, universitetə girsən, sənin qoyun kəsiciyəm. Qoyun da kəsilməmək üçün imtahandan kəsildim, bilə-bilə. Amma qoyun kəsildi də. Qoyun kəsilib? Deyən, başa düşmədim. Bu mənə nə dedi ala? Mənə bir 30 saniyə vaxt ver, 30 saniyə. Bunu bilsə kitab zakir biləcək. Atam bir dənə bundan iç. İç bir dənə deyən. Ala atam zakir ne desem? Mənə 30 saniyə vaxtım var. Oo, Şirin milyonçu verilişindəsən. Ala nə milyonçu verilişi, Razborkadayam. Qulaq az. O vaxtı papa mənə demişdi ki, universitetə girsən, sənə bir dənə qoyun kəsəcəyəm. Mən də qoyun kəsilməmək üçün bilə-bilə imtahandan kəsildim. Axırı qoyun kəsilib də. Ala o da onu dedi də hələ. Hə, sənə qoyun deyib. Mənə qoyun deyib. Sən ölürsən. Sən çaşınmışsan, hə? Mənə qoyun deyirsən, ala. Ay! Nə olub be burada? Sən kimsən, hə? Şirini tək ölmüsən, hə? Aa, Şirinin dostu yoxdur, bundan sonra dostuyam. Şirinin qardaşı yoxdur, bundan sonra qardaşıyam. Şirinin əmisi yoxdur, bundan sonra əmisiyəm. Şirinin dayısı yoxdur, bundan sonra dayısıyam. Şirinin atası yoxdur, bundan sonra... Saxla ala, nə olub ala? Sən demişə başlayanda adama ümid verirsən, sonra axırda qatıqlıysan, Mənə heç kim lazımdır. Aa, necə ya lazım deyil? Bu dəqiqə hamını tökəcəm bura. Ay cama! Oğru! Oğru! Ay zaman! Ev oğrucunu! Ay zaman! Ay zaman! Ev oğrucunu! Bırak kapını! Ayağına kaç! Bu olmuş, hara kaçırsan he! Eşeği boyda işten cemaatın evine oğruna girmişsən sen. Ay, yok, sen burada düşmüşsünüz. Ne yapmış? Ben bu evin yiyesiyim mi? Artist yenemek direşte diyecek öz biznesim. Ne olur orada? Ay vurmanı. Yaxşı geldin. Ha bunlara deyilən də mən sənərnəm. Kan düz deyil. Mən belerim yoxdur. Açın, gelin alanlar. Amir var, bunlar ve atam kimi döyürlər. Çok mecburlar, bu da gözümü yıkacağım yere. Yaxşı, döyməyin onu. Özü cəhənnəmə paltarları çirklənir. Mən bu məsələni polislə həll eləyərəm. Özümüz həll ediyorsun, biz karışmırıq. Nə oldu ki? Koşun, kaçakım. Kaşloku neyinirsən? Bak bunlar ne özü uğruydu, bak kaç lokum gitti. Neyinirdin ki sen o kaşloku? İçindeki pulla sen o güzel şeyler ve nəsə alacaktın? Belki o öptüğün kız üçün nəsə almaq fikirləşirdin. Yok ya Aymır var. Ben o kızı öpmürdüm ki. Ama ben həkiməm, hemen Hipokrat'a and içmişəm. Ben o kızın hayatını xilas edirdim. Suyunu nefes verirdim Aymır var. Bibinin əri də suda boğulur da. Ona ne üçün suyunu nəfəs vermədin? Kişi gücdən ayağa qalxdı. Murat sen için demirsən ki sizinkiler kırılsın. O birbirinin nerede biz tərəfə düşür də. Ona suyunu nefes verin ki o kırılanlar elə onunla başlasın. Oktay, çıx get. Ayağın bir de bu evə dəyməsin. Çıx. Düz sağ tərəfə. Salam aleyküm, hoş gelmişsiniz. Hemşefsiz geləsiniz. Başa düşmədim, necə yəni? Nətər yəni, dedim hemşefsiz geləsiniz də. Yəni mən uzman qılman hocam silgi ürəkdən sizi qəni-qəni dinləyirəm. Buyurun. Beləymiş taleyin əmri, buyruğu. Döşünün altında sevən bir ürək, Nətər? dilinin altında zəhər tuluğu.
Ürəyim ağrır, həkim. Denən ürəyim ağrır da, dizənim dilinin altında zəhər tuluğu. Mən bu dəqiqə sən uzman qılman hoca üsulu ilə müalicə eləyəcəm. Bir dənə mı qoy o sağığa. Dərir ürəyimə. Bəli. Ay sağ ol, dayan. Dayan. İndi sən bir dəyə belə dərindən nəfəs al. Dayan. Yox, möhkəm burax, sən möhkəm burax. Elə bir günən ki, 36 aylıq kreditə pul götürmüsən. Elə bir ki, axırıncı ayı verdin, bir də elə ki, dərindən nəfəs al. Qardaş, bir dəqiqə deyən, ne demirəm, kredit götürdün, deyirəm, qaytardın bir krediti. Sən də bağırdın, Qulaq asın, araq sənsən? Arada içirəm ha. Ay sağ ol. Məndə bax 75 qradus zoğal arağı var. De verim onu sənə. İstəsən baba xiyar turşusu da var. 20 manat ver, onları ikisini təndir çölə də verə bilərəm sənə. Sən xiyar satansan, yoxsa həkim? O ne demek ki, bu hamı bu işlerle meşgul olur da. Görməmsən bank işçisi, bir de görsən maşın satır. Lazerolog görsən kət sorbası satır. Bir de görsən elektronika dükkanı velosiped satır. Onlar sata bilir. Mən uzman qılman oza satan mərəm, növün satan mərəm. Siz elə bil biraz köhnə üsuluna baxırsınız. Sizin bu xəstəxanada MRT, nə bilim UZI falan yoxdur. MRT hansı deyib, MTR? Hə də o aparat adam girir içinə. Klinikada görmüşəm axı ondan. Çörək pişirən, yo mən onu səhər üstündə 2 dəfə çörək pişirmişəm, o. Rapatka ilə qoyursan belə. Sən Allah lazım deyil. Ürəyimə bax çıxıb gedirəm mən, lazım deyil. Yaxşı, mən bunu qoyuram. Sənin ürəyi elə ki, 7-ci kanala qoşmuşam da. Bir də dayan. Şevket bana sırtını Niye? döndü, hepsi canavar kesildi. Bir də bana bax. Entika serialdır, baxsan bax. De bana baxaq. Kim ürəyimə baxmırsan bəs? Bildim də istəyən lap davalı kino qoyun. Van Damdan Rembo'dan zaten qoyun baxsan. İndi durub sənə 2 dənə qoşa təpi qoyacam, onda görəcəksən davalı kino necə olur. Bir deyəcəm mı? Həkim, mən bura ürəyimi müayinə eləməyə gəlmişəm. O televizordan evdə də var. Bir yama var. Lalə Azər Təkin verilişidir. Bax bu oğlan var, qalıb ortada. Bax anası da bir yandan o sıxır, bir yandan da arvad. Qalıb arvadla ananın ortasında. Yazığım gəlir, yazıq deyə yazıq. Ki, nə edirsiniz həkim? Mən bura ürəyimi müayinə eləməyə gəlmişəm. Siz nə edirsiniz? Mən də sənin ürəyini müayinə edirəm. Də indi qoşuldum ona da, nə olacaq ki? Bu ümumiyyətlə bu nədir? Bu? Qol altı. Mən nə bilim nədir, ürəyə baxandır da bundandır. Tursan burada, orada sənin ürəyi göstərir. Hara düşmüşəm mən? Həkim, məzələnirsiniz siz məndən? Növünəyə qardaş baxıram da, tutma ürəyi və interesli adam səni. Mənim ürəyimə tutub Lalə Azərtaja baxırsan sən? İndi kanalda da o tutdu. Sizdən qabaq başqa bir həkimə gelmişdim. Dedi ki, səndə hipertoniya var. Səndə nə var, hiperformun? Hipertoniya. Yo, bahalı telefondur. Yo. Məndə o hiperfonlardadır. O hiperfon mənim qaynımda var, o bahalı. Yo, mənkələ babalardandır, qara, sadə. Onlardan işlədirəm mən. İnşallah gələcəkdə əlimə pul düşsün, o hiperfondan mən götürərəm bir də özüm üçün. Nə danışırsın? Mən hara düşmüşəm, kişimən? Bu nədir ya? Bura xəstəxana deyil, bura. Xəstəxana? Nə deməkdir ya? Bu başa düşmürəm, kişimən. Yerə düşünmə məşğul ol, Bura nədir? Haradır ya bu? Heyvan, vay şükür, nə danışdı, nə dedi? Gördün, bir dənə fitnə qədər adam yığıldı. Düzü fitdən yarım saat sonra gəliblər. İndi ola bilər kimsənin işi gücü var, amma fakt gəliblər. Anlasız söhbətə görə ölümə gedir. Hala, Şirin heç özünə görə ölümə getmir. Deyir, yana sən adın neyin nazıdır, vapşi? Nənəm o vaxt deyib ki, qız oldu, oğlan oldu, fərqi yoxdur. Nə oldu, elə mənim adımı qoyun. Elə mən oldum, adımı qoydular, nəzakət. Hala deyirəm, utanmır səni. Məhliyə bu adına çıxa da bilirsən. Nasıl salamazdır? Ama bir dəqiqə dayan ola. Ama biz icazə verməliyik bizim məhəllənin sökəsi. Qardaş, məhəlləyə sökmək nə deyir? Mən gəlmişəm Şirinlə söhbətə. Şirinlə söhbətə gəlmişəm. İşimi gücümü atıb gəlmişəm. Mən deyirəm nə olub? Hə davay dağılsın. Şirinə görə bu soğuq dayanmağa deyim. Hala gəlin gedək. Davay ala gəl Nazır. Gəl ha. Ay hamı dəstdən qaçandan sonra sinifdə tək qalıb müəllimənin gözündən girən. Seriozumdan uzaq dur. Sən eləsən uzaq durmasan beynim... Mənim ayaqqabı tamamı yarıyını beyəm, mən qaçamayacam. Deyəndə da. İşte hala, uzun nit. Biz qazın yanıb yanmamağını spitska ilə yoxan adamlarıq hala. Bizim üçün sözdə bayır kimi də, Şirinin seriozundan uzaq dur. Özün belə bitdi, basonunu, boylu buxunu sərqəli, normal oğlansan. Amma... Bunun aması yoxsun ya, bu normal oğlandır. Hala, saxla, hala, gizli danışma, deyən gələm. Biz hazırlığın pulunu realın bolşesinə qoyub uduzan adamlarıq ha. Biz gələcəyimizi fikirləşmirik, bildin? Mən sizinlə söhbət eləmək üçün, sizin səviyyənizə enmək üçün gələk bütün elmi işlərimi silin.
Ya da yox. Bu çələsiz qalxın mənim səviyyəmə. Düzdür, biraz təngi nəfəs olacaqsınız, amma neçə var. Qalxın, yavaş-yavaş qalxın. Sen biraz düş, biz de kalkalım. Ortalığında bir yerde görüşelim. Hala Şirin, bundan sonra səni Reyhanın 200 metr radiusunda görsəm, məndən incimə. Radyo. Ne radyosu? Davay Allah bütün bana. Aman ya. İtkimiz İngilizce mi? Allah şarabı abi kaldır la ayıp da la. Allah sen nesin la la. Şirin, Gelme bana. siz neyinirsiniz? Biliyorsun bunu söylemeni sakınmışam ki bu da sana yakın durmasın. Şirin, sen kimsen ki söhbətə çağırasan? Ayıp değil, 3 nəfər düşmüşsünüz bir nəfərin üstünə. Yazıqdır axı. Yaxşısan? Reyhan narahat olmaya, sən bu 3 dənə bir savat var ha, mənə heç nə eləyə bilməz. Heç nə eləyə bilməz. Aman da sana. Gedək, gedək Kamal, gedək. Gedək. Tamam. Sana bir... Şirin, ayıp olsun. Ay, adam, lan bala. Bir sabat. Ne diyor? Gör ben de bir Sveta, nətərsən? Bax, həyətdə, soyuqda durub çay içərsən, sənə bu səsi yollayıram. Sevindiyimdəndir. Axır ki, sən istəyən olur. Arvadımdan boşanıram. Özdə, onu görməmək üçün çıxıb həyətdə oturmuşam. Hamısı sənin üçün. Üst-üstə düşür. Birinci zəfədə üst-üstə düşür. Həm Mırvarı istəyən olur, boşanıram, həm də Sveta istəyən olur, boşanıram. Vay, mənə qınama. Elə bir bu iş bucaqda artıq adam mənəm. Mən kənara çəkilsəm, bunlar ikisi yola gedəcəklər. Oktay, necəsən? Sən niyə bağ evində yaddan çıxan itlər kimi üşüyürsən burada? Evə niyə girmirsən? Mirvarı səni evə buraxmır? Nə danışdın, ha Mətiş? Nətər yanı evə buraxmır? Bu mənimdir. Prosta özüm istədim çay içə, biraz baxım baseynə, görüm nətərdir. Baseyn. Başa düşdüm. Oktay, bir dənə mənim gözümün içinə diqqətlə bax. Bax. Bax da o. Kimə nəmrə gəlirsən, hə? Qoyur və evə, evdə dururam burada. Ay mən şeyimizdə mən xoşdur qıraqlarıma saxlamaq. Xoşdur, sənə xoşdur. Yaxşı da zırıldama. Gel qoy başını çiynimə. Nə qədər bacarsan ağla. Mənim rəhmətlik nənəm deyərdi ki, nə vaxt ki ürəyin doldu, tənhalığa çəkil, başla ağlamağa. Ahmet, deyirəm, sən məni hansı söhbətlərdən çıxartdın? Deyirəm, bəlkə yoxlayasan, sən məni bu söhbətdən də çıxardarsan. Biz səndən nə söhbətlərdən çıxmamışıq? Bəli, mən də bu dəqiqə onu fikirləşirdim. Biz səndən nələr keçməmişik, nə zibillərdən çıxmışıq. Biz bu dünyada səninlə anlaşan ən gözəl ikiliyik. Heç Messi ilə Suarez bizim kimi anlaşa bilməyib. Ona görə də mən indi bu dəqiqə girirəm Mirvarinin yanına. Onu razı salıram ki, səni evə buraxsın. Amma bir şərtlə. Nə şart? Sən də icazə verirsən, bu axşam sizə Reyhan üçün elçi gəlirik. Elə şey yoxdur, Əməti. Soyuqdan donaram. Amma sizin elçi gəlməyiniz mümkün deyil. Onda soyuqdan don, balaca itlər kimi uluya qal burada. Elə Mirvar nə edir, əcəb edirsən. Yaxşı, bir sakitləş. Mən lap razılaşdım. Reyhan istəmir. Deyir ki, onların ayağı bura dəyməsin. Sənin nə işinə qalıb? Sən razılaş, Reyhanı razı salmaq mənlikdir. Nə işinə qalıb ki? Yaxşı, mən razı. Yaxşı, mən gedirəm. Oktay, sən də burada elə belə dayanma. Atıl, düş, hoppan, nə bilim o tərəfə qaç, bu tərəfə qaç, soyuqdan donma. Başa düşdün? Ay Oktay, gül kimi maşın var orada. Gəlin kimi dayanma orada. Gir içəri də. Gir içəri, orada otur da. Şeydir, Ahməti, şərə yaxşı söhbət açdın. Sən də qohumda, ağrabada, qonşuda kimsə varsa sertifikatı olan adam. Gəlsin maşını verim ona, sürsün. Ayda 1000 manatda maaşını verirəm də. Sandraytda qəşəng eşətlər var, yəni. Oktay, onu demirəm, deyirəm ki, maşının içərisində niyə girib oturmursan? Başa düşdüm. Evdən açarı götürə bilmirsən, ona görə.
Ay Mirvari. Var söhbəti uzanacaq. Yaxşısı budur mən yem işlə qızını. Gel. Mirvari. Salam əleykum. Mirvari, nə bişirmisən, necə gözəl iyi gəlir. Bir yeyim də biraz acından ölürəm. Rəhmətli qaynanan məni çox istəyir. Sən heç ömründə belə yağla yemək yemisən ki, bəhbəhz eləyirsən. Qaynanan hardan səni istədi? Yeməkvə 2 dəfə səni sıçan dərman atmayıb. Sən başın xarab olub. Sıçana mətiş zəhəri verirlər. Sıçan zəhəri mətişə neyniyəcək, hə? De görüm nə üçün gəlmisən? Eşitmişəm, Oktayı evə buraxmırsan. Sən başın xarab olub. Heç şiri də qəfəsdən buraxarlar çölə. Hə? Oktay dişir. Oktay şirdə öyrət, tülküdür, tülkü. Az fərqi nədir? Tülkü olduğunu bilirəm. Bunları ki azadlığa buraxdın, çıxacaqlar Ceyranovuna. Məndən demək, səndən də eşitmək. Əşi, məni də ovlamışdı da. Mənim nəyim ona bəs eləmədi. Sən ov deyilsən, sən rayon yolundan alınmış hazır kənd çolpasısan. Başa düşdün? Ay qız, kişilər ov xəstəsidir. Onlarınki odur ki, qamışlığın dalında gizlənib Ceyran ovlasınlar. İndi nə demək istəyirsən? Sözündən belə çıxır ki, mən Oktayı bağışlayayım. Ay qız, demirəm ki, Oktayı bağışla. Burax evə, gözün qabağında olsun. Bax, gör kimə zəng eləyir, kimlə danışır. Kişiləri azad buraxmaq olmaz. Bir də ayılacaqsan ki, görəcəksən bu atom var dövlətin hamısını başqa qadınlara yedizdirib. Düz deyirsən, Mədiş. Onda çağır onu, mən buraxım evə. Hə? Ay, sağ ol. Anladım. Yok, istəyirəm. Ha, yola basın nədir? Olmadı ki, istəyirəm, istəyirəm. Jose, oradan 5 kisə sementi ver də bugün buranı təhvil verək də qutaraq da işi də. Yaxşı. Oradan proraba dinər, 15'lik armatur göndərsin. Yaxşı. Gəlirəm. Yaxşı, mən sən yığarım. Mən baxdım qızım da yaxşı. Hadi git ya. Mənə bax, tarda bu söhbətlər bir də. Bizi niyə əl meymun edəmsən, hə? Görsən işləyirsən, qızı yanından danışsan. Mən neyini qız da işləməlisən də, iş tapırsan. Ama işləməlisən qəsən düzəldir sandığa şirkətinə. Ayda 1000 manat maaş al, 3 manatda bonus al da. Bütün xərcləri də şirkət ödəyir də. Fəşdə qızı yalandan danışdın. Canavar baba, 1000 manat maaş mən yuxumda görməmişəm. Yuxumda gördüyüm 250 manat maaşı, onu da gecikdirirlər. Baş sponsor Soundride. Deyirəm, bunun qabağı göydədir ya, normal da. Ay zana, söz avtomat qarıfqadır yalayı. Ay qaqa, bunun yayda konserine qoşursan, qışda da qızdırırsın. Eşidirsən, özdə 174 at gücü deyir. Deyirəm, bundan bir də səndə olsa, heç bir qız sən yoxdur, məzəli. Canavar ne qaz. Qaqa, bundan əkli yox ya, bundan dönək gəlir, dönək. Bunun gəlin maşını eləyəsən, qaqa. Allah'a da, söyləydi. Baban sən ya, gəlin maşını. Abola, çəkilin traktörün qabağından işimizi görək də. İmkan ver, xəyallar quraq da. New Holland, daha xəyal deyil. Prior leasingdən sərfəli şərtlərlə almaq olur. Gedin alın, tüm bu saydıqlarınız real olsun. Aynen, bomba. Xüsusi sponsor New Holland traktorları. Yeğen, solaqlı zebra darıxıb sənin üçün. Darıxmısan, dur gəl bizə. Sənə qəşəng toyuq qızartmışam. Nə? Toyuq? Gələm. Oktay, hara gedirsən? Sənə heç bir kimyəvi qatqısı olmayan, soyuq sıxın patron yağında qəşəng bir toyuq qızartmışam. Gəl mətbəxə, ye, sonra gedərsən. Gəl. Bu ne yaman seçim qarşısında qalmaqdır. O da toyuq, bu da toyuq. O da kadın, bu da kadın. Bir dəqiqə. Dəqiq olsun. Alo, mənə var, sən o toyuğu hansıya da qızartmışsan? O da yağ, bu da yağ. Yox, mən gəlmirəm, ad boy. Patron yağını qoyub sənin yanına, nə zədinə? Xüsusi sponsor Patron tumları. Şirin. Hə, mama. Mama qurban, evə gec gələcəksən yoxsa tez?
Nədir, qorxursan evə oğru girər? Narahat olma, qapının ağzına yazıb vurmuşam ki, bu evdə çox apaslı adam yaşayır, heç kim gələndə. Nə qorxmaq, deyirəm gələndə 2 kletka plus overall gətir. Amma cəmaatın arası ki, bir qələndə 2 dənə çörək alsan, plus over istəyirsən? Ay oğlum, neyini müştərilər istəyir də? Bir kasa küftənin yanında bir plus over set düzəltmişəm. Dünən başa düşmüşəm ki, cəmaat mənim küftəmə görə yox, plus overə görə gəlirmiş. Onda sən də kafenin adını dəyiş də. Hə? Mətüşün küftəsini sildir, yaz Mətüşün plus overi. Allah! Xüsusi sponsor Plus Over. Amir bari yox da deyirəm bu gün evdən bayıra çıxmaq istəmirəm. Nə restoran? Demirəm də istəmirəm. İnanmırsan sən mənə Amir bari. Evdən bayıra çıxmaq istəmirəm. Yaxşı oldu. Gördüyüm mənə. Bütün günü 5 dəqiqədən bir zırt. Mən nətər edim ki, mənə zəng eləməsin. Yolunu deyə də mənə. 105 manat xərci var. 105 manat. 100 manat sənə ideya verdiyimə görə mənə düşür. 5 manatlıq da patron tumu alırsan, qoyursan mirvarinin qabağına. Mirvarı da bütün günü o patron tumundan çıtlayır, sən heç onun yadına düşmürsən. Bu ideya mənim elə öz ağlıma gəlib də. Evdə də patron tumları paçka alıb qoymuşam ki, bir dənə qalıb o patron tumlarını stolun üstünə qoyum ki, mirvarı onu görüb çıtlasın. Sənə 100 manat niyə verirəm ki? Pulun cibimdə qalar. Elə oldu. De görüm, bax bu qız kimdir, dünən sənin yanındaydı, hə? Bax bu qız. Mən tanıyanmadım. Kim idi bu? Ay, sağ ol. Heç mən özüm də tanımadım. Get. Götür telefonu da get. Xüsusi sponsor Patron Tumları. Merhaba. Həmişə kimi hər yanından götürüm də, hə? Hə, opşu azalt elə, hə. Nə qarım? Opşu azalt ümumi. Opşuyu azaldım. Aha. Vəssalam, bildim. Merhaba. Mən həm də həkiməm, ha, uzmanam. Birdən sənə nəsə həkim zad lazım olsa mənə xəbər elə. Mənim qılçamda da problem var biraz. Qılçında problem var? Hə. Qılça haraz gözü istəyirəm. Da bu ayağımda. Ayağımda, dinən ayağımdadır, ayağım. Hə. Mənə bax, hansı tərəfdə qalsan? Mən qalıram Bayılda. Sən qalsan Bayılda. Bu, sən məndən əvvəlki bərbərin harda qalır? Bərbərim Əhmədlidə. Uy, anonun, ay yazıq. Sən oradan oyuna gedirsən, hə, saçı qıtdırmaq. Və sənin ayağın elə qırılmayıb, sən şükür eləyir. O boyda yol gedərlər. Mən bax, 3 manata mən sənin başı geçən qırxımda. Lazım olsa gəməyim yanma. Gör sən başı nə günə qoyub. Başıma var, şonmaz elə bir. Belə baş olar. Gəl. Vay qılma, sən başın xarab olub. Sən bu boyda xəstəxananın bərbərxanaya döndərmişsən, ha? Başın itib sənin. Oqtay, mən bir qərib adamsınız. Elə bir ki, özünüzə söz vermişsiniz ki, ancaq siz pul qazanmalısınız. Və biz qazanmayaq. Sən bir dənə pul qazanasan deyə mənim xəstəxanamı bu günə qoymalısan, bərbərxanaya döndərmişsən. Ay, bunun başını bırak. Sənin başına elə oynasacam ki, qılma. Gedib aptekdən başıma dərman istəməyə utanasın, hə? İstəyə bilməyəsən, ha? Davay, durun bəsin bari. Məm, nə olar Oqtay müəllim? Vur yatda şua. Yaxşı, vurmayın yatda şua. Gəl başımda olduğunu deyim. Yeri. Kim qoyub adını? Ne ba? Ne? Anam ay dede. Vay dede. Vay mənim günümə güzaranıma bax, Sən nə? Heç də eləyəməzsən. Hə, sən... Ay dede. Günümə güzaranıma bax, Həmən xəstəxanada xəstələrlə məşğul olmaqda gəl bu... Oqtay müəllim, üzr istəyirəm. Ayaqqabınızı tapdım buradan, yəqin çıxıb ayağınızdan. Buyurun. Buyur. Bu biraz boru razmerini al. Bu yeriyəndə çıxır ayağı. Ya tələsmə. Bir də belə fırlan, belə fırlan da... Yok. Mənim elə bir tərəfimə eğildi, Oqtay müəllim. Həkim dörsən özünü öz onbağı düzəlt. Oqtay müəllim, mənim hazırına ayağımdan vurdunuz ki, belə bağışlayın. Sözdə başı işləmir də bunu. Mən oldu, mən yerişim də dəyişdi. Lazımdır mənə bu. Mən gükmüşüm, güzüm qalı. Gəl xəstəxanada xəstələrlə məşğul oluram. Belə baxın, deyək xəstəxanada xəstələrlə məşğul olmalıyam da. Belə zarafatları eləyəndə yanında bir normal adam da olur. Normal adam var. Şo. Deyirəm ki, söhbəti uzatmağın mənası yoxdur. Bir qız, bir oğlanındır. Deməli... Onu keçən elçilikdə demişdiniz də. Biz 2 gül balanın... Bir dəqiq saxla, Mətiş. Bizimki gül baladır, sizinki gül bala zad deyil.
Oktay, mən gülü bala zat deyirəm. Mən çox apast adamım. O deyir, 1000 nəfərə bir it varsa, gəlib tapıb qaparım məni. Həmən o itim mənnəm. Oktay qardaş. Qardaş? Hödə. Müəllimlə bağlayaq da başını. Nə deyirəm? Yaxşı olsun müəllim. Oktay müəllim, bizim sizin var dövlətinizdə gözümüz yoxdur. Biz çox gözü tox adamlarıq. Bax görürsən, heç soruşmuram. Qız oxuyubmu, oxumayıbmı? Yəni işləyir, işləmir, işləyirsə nə qədər maaş alır? Evi varmı, maşını varmı, garajı varmı, bağ-bağçası varmı? Çünki bizə onlar maraqlı deyil. Bizə ancaq sizin qızınızın özü maraqlıdır. Elə bil tərsinə olmalı idi, Mətiş. Nə deyirəm? Uzatmıram. Gəlmişik sizin qızı bizim oğlana istəməyə. Necə gəlmişsiniz? Elə də ana bala durun, basın bari. Bir oldu. Uy, özümü necə hiss elədim. Nədəm? Mirvari, zəhmət olmasa mənə bir stəkan su gətir içim. Getsən canım, bizi işə salmamış. Get suyun gətir, su getsin. Bir oldu. Biz belə danışmamışdıq. Yadından çıxıb, mənim sayəmdə bu evdə oturmusan. Mən demişdim elçi gəlin, deməmişdim ki Reyhanı verəcəm. Bu kızı tanıyırsan? Nasıl? Bax, bunu... Sveta ilə da. Bəs bunu... Gəl Mətiş. Xoşbaxt olsunlar. Reyhanı verdim, Reyhan getdi. Xoşbaxt olun, əsas xoşbaxt olun. Xoşbaxt ol mənim balam. Ata, kimi verdin getdi? Məni? Mən əşyayam. Ya bir evdən başqa evə veriləcək payam. İnsan verilmir. İnsan soruşulur. İnsan dinlənilir. İnsanın razılığı olur. Məndən soruşmadan mənim əvəzimə qərar verirsən. Mənim gələcəyimi mən olmadan yazdınız. Məni həmin o cümləyə sığdırdınız. Verdim getdi. Bir qadının razılığı olmadan qurulan ev elə ilk gündən də uçur. Seriozum. Nədir seriozum? Sən dedim axı o rus qızından ayrılarsan sonra gələrsən bura. İndisi gedə bilərsiz. Mama sənə dedim, atdan finka giyinməyim də. Finka mənə düşmür də. Şirin, finkanı bəhanə eləmə. Əvvəl bizim əngəlimiz Oktay idi. Onun məsələsini mən Mətiş həll elədim. İndi də qaldı Reyhan. Sən bir dənə Reyhanın məsələsini həll eləyə bilmirsən. Ümumiyyətlə qız yoxdur. Başqa bir qız alacağam sənə. Gedək bir Milginin qızlarından hansını istəsən onu alım sənin üçün. Evdə 20 dənə toy kaseti var. 20 dənə. Heç birini bəyənmədin. Hamısı çıxıb getdi ərə. İndi nə edəcəyik, hə? Şimdi mama yaxşı da qurban. Mama gəlin. Gəlin mama, gəlin, gəlin. Baba qal skuca, çal, qal skuca. Ya alo. Alo sən burada nə isən alo? Oktay müəllimcəyə gəlmişik. Elçi gəlmişsiniz? Bəli xala. Ay ipək qurudu. Sən məni tanımırsan mən kimə? Şirin bəy kimdir? Nə deyim? İlk öncə insanam. Mən bir şey demək istəyirəm. Mən uşaqlıqdan atamı itirmişəm. Yəni anam məni böyüdüb, əzəb-əziyyətlə. Mən də küçələrdə, davalarda, söhbətlərdə böyümüşəm. Başa düşdün necə? Yəni orada burada olmuşam. Dang, dang, dang. Amma Reyhanı mən alacağam. Eşitdin? Mən alacağam Reyhanı. Ha, ola bilər, Oktay qızını versin sizə. Amma buna Reyhan razı ola bilməz. Bunlara yığışıb gəliblər elçiliyə. Bu nədir la? Ator reperdir. Kemal, gəlin, xoş gəlmisiniz. Gəl. Gəl ay mama, gəl. Papa, gəl. Şirin. Geçin. Buyurun geçin. Geçin, geçin. Özüm bağlayaram, salam.